Paytaxtın Nizami rayonunda yol nəqliyyat hadisəsi baş verib. 51 nömrəli marşrut avtobusu idarəetmədən çıxaraq 3 minik maşını ilə toqquşub. Ardınca avtobus hasara çırpılıb. Nəticədə xəsarət alanlar var. Təfərrüatlar sujetdə. Hadisə bugün səhər saatlarında Nizami rayonu Bəkir Çobanzadə və Mehdi Abbasov küçələrinin kəsişməsində baş verib. İlkin məlumata görə 51 nömrəli avtobusun sürücüsü dönmə əməliyyatını düzgün icra etməyib. Nəticədə isə 3 avtomobillə toqquşub. Daha sonra isə SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin hasarına çırpılıb. Görüntülərdən də aydın olur ki, avtobusun ön hissəsinə ciddi ziyan dəyib, eyni zamanda hasara və ağaclara da ziyan dəyib. Baş verən qəzadan sonra avtobus sürücüsünün idarənin işçiləri tərəfindən xilas edilməsi hadisə şahidləri tərəfindən an-ban qeydə alınıb. İdarənin işçiləri və hadisə şahidləri deyir ki, həmin an sürücü huşunu itirmişdi və şok vəziyyətində idi. Dedilər ki, sürücü huşunu itirib və orada 3-4 maşın əzdiyinə görə yaxında burada çəpərə dəyib bizim idarənin içinə daxil olmuşdu. Biz bunu idarənin pəncərəsindən görə dərhal müdaxilə elədik işçilərlə. Sürücünü evakasiya elədik avtobusdan və ilk tibbi yardım göstərdik və tibbi yardıma zəng vurduq. Qəza zamanı sürücü öz huşunu itirmişdi, amma ayağı qaz pedalında qalmışdı. Avtobusda heç bir adam yox idi, boş idi avtobus, amma o digər orada avtomobillərdə əzilənlər olub. 3 avtomobil, yəni vizual 3 dənə gördüm mən. Köməklik elədim əsas odur. Əlləri, barmaqları yaralanmışdı, qapını açdıq, sıxılmışdı. Çıxartdıq idarənin həyətində köməkləri təcili tibbi yardıma məlumat verdik. Təbibdən verilən məlumata görə bugün saat 11 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami rayonu Mehdi Abbasov küçəsi ərazisində yol nəqliyyat hadisəsi səbəbilə çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Briqada tərəfindən 2 kişi kürəyin travması diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Pasientlərə zəruri tibbi xidmətlər göstərilib. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır. Məhəmməd Hacızadə, Amil Əliyev, ATV Xəbər.